Herkese salam. Bugün biz bazar günü keçirdiyimiz sınavın məntiq suallarının izahına baxacağıq. Deməli, baxırıq ilk sualımıza. 46-cı sual qeyri-aşkar sualıdır. Deməli, verib bizə 9 ilə 4-dən 45 almaq, 5 ilə 2-dən 15 almaq. Bunu necə edə bilərik? Deməli, burada 9-un üzərinə, daha doğrusu 4-ün üzərinə 1 gəlsək, bu olacaq 5. Və 9-u da 5-ə vuranda eləyir 45. Burada 2-nin üzərinə 1 gəlsən, eləyəcək 3. 5-i 3-ə vururuq 15. 7-ün üstə 1 gəlir 8, 8 dəfə 8, 64 və burada 4-ün üstə 1 gəlir, eləyəcək 5, 3 dəfə də 5, eləyir 15. Sonra baxırıq, 7-ci sualda deməli bir arıcılıq sualdır. Bax, bu cür arıcılığı həll edirik. Aradaş fərqlərə baxırıq. 1, 2, 3, 4 və 5. Deməli, növbəti həddimiz olmalıdır 20. Burada da 3, 5, 10, 12, 24 verib. Necə eləyib bunu? Deməli, üstə 2 gəlir. Təzədən 2-yə vurur. Yenə 2 gəlib, 2-yə vuracaq. Burada da 2-yə vuranda 24 alınırsa, indi üstə 2 gəlməli eləyəcək 26. Tabletdə 20-26. Sonra losyon, sabun, şampun, soda və adikalon. Bunlardan 4-ü təbii baxım vasitələridir, amma soda deyil. 49-cu sual, deməli, baxırıq. Şifrəli sualdır. Gəlin baxaq, arxadan da başlaya bilərik, əvvəldən də başlaya bilərik. Gəlin əvvəldən başlayaq. Deməli, baxın, bundan başlasaq, i ilə başlamış oluruq, düzdür. Bir ilə başlayan variantımız var mı? Bir dənə var, B variantı elə ki. Sonra baxırıq, sonra nə ilə davam edə bilərik? Məsələn, əgər bu 4 dənə götürsək, solmalı. İ ilə 0 var, bizdə ümumiyyətlə yoxdur. Və yaxud da bu 3-ünü götürsək, bunları. O da bizdə olacaq J. Hələ ki, düz gəlir B variantı. Sonra baxırıq, 2 dənə xətt, bir dənə nöqtə olan Ə hərfidir. Və sonda da bu hərf nədir? S hərfidir. Baxırıq ki, bizdə var mı var ya? Bəli, B variantı bizdə düzgün cavabdır. Sonra 50-ci sualda sıralara aid sualdır. Burada deməli B-lər artır, A-lar azalır. Baxırıq, B 1 dənə, 2 dənə, indi 3 dənə. A 3 dənə, burada maldır. 2 dənə, burada da 1 dənə. Və baxırıq ki, hər birində C-dən, A-dan əvvəl nə var? C var. Burada C-ni yazıq, oldu AC. Burada 51-ci sual, cədvəllərə aid sualdır. Deməli, bu cür həll edirik. 5 dəfə 8 bərabər 4 dəfə 10-a. Yəni 40 bərabər 40-a. 7 dəfə 6, 42, 3 dəfə 14, 42. 16 dəfə 45 bərabər 15 dəfə 48. Və burada 26 dəfə 32 bərabərdir. İndi 32 16-dan 2 dəfə böyük olduğuna görə bizə də 26-dan 2 dəfə böyük lazımdır. Yəni 52 lazımdır. Yaxud da elə bunları vurub 4-ə bölüb 10 da yazmaq olar. Məsələn, 42-ni 3-ə bölüb 14-ə eyni şey alınır yəni. 52-də. Deməli, 52-də sudoku sualdır. Baxırıq bu sütuna baxanda görürük ki, deməli, bizdə yoxdur 1, 4 və 5. Baxırıq ki, 1 buraya yazanmarıq və buraya yazanmarıq, elə. Onda 1 olacaq burada. Sonra 4-ü yaza bilərik bura, çünki 5 olmaz, burada 5 var və 5-i yazdıq bura. Daha sonra, buradan çıxma bizdən 6 ilə 4 və 6 ilə. Baxırıq ki, bu sütunda 6 var. Deməli, burada 4 yazmalıyıq. B olmalıdır 6. Sonra, indi bura nə düşdü bizdən? 1. Burada nə çatmır? 5 ilə 4 çatmır. Elə, onda 5-i buraya yazdıq. 4 da buraya yazmalıyıq. Burada qaldı 1 ilə 2. 2-ni buraya yazmalıyıq. Çünki yuxarıda 1 var. Onda 1 də yazdıq bura. İndi deyək ki, A vuraq B, yəni 1 vuraq 6, üstə gələk 4, yəni eləcək 6 üstə gələk 4, 10. 53-cü sualda, rebuslara aid sualdır. Bunların cəmli 75-dən 28-in cəmi 103. 1, 0, 3-ün cəmi 4. Bunların cəmi 88 eləyir. Və bunların cəmi 16. Bunların cəmi 62 eləyir. 6 ilə 2-nin cəmi 8. Bizə deyir ki, 54-56 tipi suallarda deyir ki, cavablandırın mətninə əsasən. Deməli, E-nin şimalında iki kənddən biri R-dir. R ilə L-in arasında
K deyildir. Deməli, R ilə L-in arasında bir dənə kənd varsa, onda biz bunu buraya yaza bilərikmi? L ilə R-i. Arasında bir dənə kənd var, amma K deyil. P-nin tam şərqindəki M kəndinin cənubunda kənd yoxdur. Deməli, P-nin şərqində bir dənə kənd var və onun cənubunda kənd yoxdur. Bu, avtomatik olaraq M bura olacaqmı? Çünki aşağısında kənd yoxdur. Buradan da P yazmayaq da, çünki P M-dən qərbdə düşür. Yəni, P-nin şərqində M var. Onda biz avtomatik olaraq N-i buraya yazmalıyıq. Çünki niyə? N-in üstündə R var. Və dedik ki, bizə yuxarıda K onların arasında deyilsə, deməli, K bu 7-dədir. Onların arasında nə düşdü? Onda S düşdü. İndi baxırıq bura. R ilə bağlı hansı fikir yanlışdır? L onun şərqindədir. Bəli. K-nın cənub şərqindədir. Baxırıq K-ya baxanda R hara düşür? Şimal, qərbə düşür. Cənub şərqə deyil. Sonra deyək ki, 1, 4, 6 nömrəli kəndləri birləşdirsək, üçbucaq çəksək, yəni birləşdirən bir üçbucaq çəksək, bu üçbucağın çölündə qalan kəndlər hansılar olacaq? Bax, deməli 1, 4 və 6-nı birləşdirdik. Nə çöldə qaldı? R, N və L, elə? O da bizdə C variantındadır. Və deyək ki, 2, 4, 6 işarələnən kəndlər hansı doğru sıralanıb? 2, 4, 6. Yəni N, S və M. N, S, M, o da E variantındadır. 57-ci suala baxırıq. Deməli, baxırıq, bax, burada bir acılıq var. Baxırıq. Deməli, bax, birinci belə idi. Sonra yarısını kəsib, 4/1-ni kəsib bunu digər tərəfə yapışdırıb. Sonra bunu digər, yuxarıdakını da 4/1-ni kəsib, digər tərəfə yapışdırıb və sonda bu şəkli alıb. Bu formada. Və görürük ki, eyni proses yuxarıda davam edir. Yuxarıda yenə bax bu şəkildən bunu alıb, yəni bax burada. Eyni formadadır. İndi bax, biz buradan məntiqlə tuta bilərik ki, bax bundan sonra hansı şəkil gəlməlidir? Bu gəlməlidir. Onda nə edirik? Deməli, bundan sonra bu şəkil gəlməlidir və aşağısı da olduğu kimi yenə qalmalıdır. Çünki aşağısı artıq hazırdır. Yuxarısı da bu formaya gəlinərək davam eləyir və görürük ki, 2 dənə eyni şəkil üst-üstə, yəni olmalıdır. 2 dənə üst-üstə eyni şəkil olmalıdır. Baxırıq ki, bizdə D variantı ona uyğun gəlir. Bir də deyirəm, bax bu şəkildən sonra nə gəlir? Bu gəldi elə. İndi yuxarıda da bax eyni formada bu şəkili verib və ondan da sonra yenə nə gəlməlidir? Bunun özü gəlməlidir. 58-də Yunanistan, Panama, Norveç, Latviya və Almaniya sözlərindən ölkələr mənasını tapırıq buradan və görürük ki, Yunanistan, Norveç, Almaniya və İtaliya burada Avropa ölkələrdir, lakin Panama həm kanal kimi, həm də Mərkəzi Amerika ölkəsi kimi götürə bilərik. 59-cu sualda deməli, 4 ilə 6-nı biz qoymalıyıq X ilə Y-in əvəzinə. Deməli, bax 4-ü qoyduq burada 16, 6-nı qoyduq burada 36 bölək 2, 18, cəmi 34 eləyir. 2-yə də vuranda eləcək 68. Sonra verib bizdə buradan 8 və 7, yuxarıda isə 30. 8 dəfə 7, 56. 30 çıxanda 26 eləyir. 9 dəfə 6, 54, 27 çıxanda 27. 9 dəfə 4, 36, 15 çıxanda 21 eləyir. 61-ci sual cədvəllərə aid sualdır. Doğrusu şəkil cədvəllərə aid bir sualdır. Hər zaman ilk mörtəziyə baxmalıyıq. Üçbucaqla dördbucağın kəsməsi, ağ üçbucaqla dördbucağın kəsməsi bizə verəcək nəyi? Bax, bu beşbucaqlını verir. Yumru ilə də üçbucağın kəsməsi, bax, bu yumru ilə üçbucağın kəsməsi bizə verəcək nəyi? Dördbucaqlını. Və aydın məsələdir ki, indi beşbucaqlı ilə bu dördbucaqlının kəsməsi bizə lazımdır. Baxırıq bura. Beşbucaqlı ilə dördbucaqlının kəsişməsi bizə verməlidir, bax, üçbucağı. A variantı. Sonra 62-də. Düymə, don, hava, oksigen, kitab, vərəq, otaq, divar və ağac gövdə. Buradan görürük ki, havada oksigen, kitabda vərəq, otaqda divar, ağacda gövdə var, amma düymədə don yoxdur, donda düymə olur, yerləri dəyişib düşüb. 63-cü sual. Deməli, burada bunun qaydası necədir? Deməli, eyni olanları, daha doğrusu boz olanları bir-birinin üstə çəkdik və üst-üstə düşən hissələr ağlardan olur qara. Bax, bu hissələr. Həm bunda var, həm də bunda var elə. Bu hissə bizdə olacaq qara. Və gördüyümüz kimi burada da bir dənə bozun üstündə ikisində də var. Ona görə bu hər ikisində oldu qara. Və əncəti biz bunu bunun üzərində çəkəndə bax, bozun sağ yuxarı küncündə belə bir kvadrat var və bu hər ikisində var. Bax, bunu elədik qara. Və aşağıdan da həm aşağısında, həm də sol aşağısında
2 ardıcıl belə kvadrat var ki, bunda da var həmən hissə. Bunları nə edirik? Bunları da qaraldırıq. Deməli, 3 dənə qar olmalı bizdə, o da D variantındadır. 64-cü sualda, deməli, şəkil analizdən bir sualdır. Nöqtələrə baxırıq. Nöqtələr harada, nəyə kəsir? İndi ona fikir verməliyik. Nöqtənin biri ancaq 5 bucaqlı ilə düz bucaqlını kəsir. 5 bucaqlı ilə düz bucaqlının kəsişməsi olmayan bir variant tapsa, məsələn, B variantını çıxmalıyıq buradan. Eyni zamanda D-ni də çıxmalıyıq. Çünki bunlar kəsişmirlər. Sonra, nöqtənin biri hər bir fiquru kəsməlidir. Hər fiquru bir nöqtə kəsməlidir. Məsələn, burada hamısı kəsimir. Y variantı niyə çıxır? Çünki bax, bayaq dediyimiz qayda. Bu nöqtəni biz 5 bucaqlı, 6 bucaqlı ilə düz bucaqlının kəsməsinə qoysaq, o həm də nəyin içində düşür? Bax, bu dairənin içində düşür. Ona görə buradan bu cavabı silməliyik. Çünki baxırıq ki, bu nöqtə dairədən çöldə verib. Amma burada dairəni, bax, 5 bucaqlı ilə, 6 bucaqlı ilə düz bucaqlının kəsməsi dairənin içərisində düşdüyünə görə nöqtəni biz həsələ qoya bilmirik. Ona görə yeni buradan silirik. Cavab olacaq C variantı. 65-də baxırıq, bax. Burada biz təbii ki, xətti neçə dammadan keçdiyini yazırdıq. Məsələn, 2 verib burada. 2 nədir burada? Baxaq görək. 4 dammadan keçən xətlərin sayını biz 2 tapmışıq. 3 verib 3-də 3 dammadan keçən xətlərin sayıdır. Verib 4. 4 də yəqin 2 dammadan keçən xətlərin sayıdır. Baxırıq, bəli, 1, 2, 3 və 4. Digərdə 23 dənə də 1 damladan keçən xətlərin sayı var. Bunun mənası nədir? Yəni 2, 3, 4, 23-ü buna görə verib ki, bu böyükdən kiçiyə doğru gəlir. Yəni ən böyük nədir bizdə? 4 damladan keçən xətlər ilə 4-dən gəlir 3, 2, 1 bu formal yazılır. Yəni ən böyükdən ən kiçiyə doğru gəlir. Biz indi ən böyükdən gəlməliyik. Baxanda gördük ki, bax, ən böyük nədir? 5 xətlərdir. Onlar nə qədərdir? 1 dənədir. Baxırıq 4 xətlər. Daha 4 damladan keçən xətlər. 1, 2. Yazdıq 2. Və aydın məsələ ki, burada cavabı Y olmalıdır. Çünki 1 ilə 2-ni tapmışıq artıq və biz dedik ki, burada böyükdən kiçiyə doğru gəlməliyik. Ona görə də bir dənə Y variantı bizə uyğun gəlir. D variantında düzdür, uyğun gələ bilərdi, amma təzədən burada 4 damlalara da 1 verib. Ona görə sildik. Digərlərində isə böyükdən kiçiyə doğru gəlib. Daha kiçikdən böyüyə doğru gəlib. Ona görə sildik. Cavab oldu burada Y variantı. 66-cı sualda. Deməli, bizə verir 9 və 8, 17, 8, 25, 17. Deməli, nə edirik? Bax, bu ikisinin cəmi bizə verir 17-ni. Bunların cəmi bizə verir 25-i. Cəmləri verəcək bizə nəyi? 42-ni. Və indi bunların da cəmi 68-i verir. Gördüyümüz üçün bunlar cəmi 112-ni verir. Deməli, cavabımız nə oldu burada? 42. 67-ci sualda. Baxırıq, bax, dairəyə 4 vermişik. Gəlir, dairəyə yazdıq 4-ü. Ağ dairəyə təbii ki. Oldu 12. 12, 13 də bura oldu, bu 24. 24 buradır. 24 orası, 24 də bu tərəfdədir, 48. Yəni 24 də buradır. Bura oldu 48 elə. 48 bura, 48 bura. 2 ilə bölündə bu 24, 24-ü 4-ə böləndə buna tapdıq 6 elə. İndi gəldik yuxarı. 96 elədir bu da. 48-dən 48-in cəmi. Gəldi bu təfə 96 yazdıq. 2-yə böləndə bu 48. Bu da 48. Bu da 24, 24 düşür. Bu da 12. Və buradan bunu tapmışıq ki, 4-ü burada. Deməli, bucaq oldu nə? 8. 3 bucağı tapdıq. 8. Sonra gəlirik, baxırıq bura. Bu da 24 olur. Çünki 48 2-yə böldü. 6-nı tapmışıq. 6, 6, 12 elədik. Qaldı orada 12-si. 12-ni də 4-ə böləndə 3 tapırıq burada. Deməli, bax bu dairəmizdə oldu 3. 3 sönə 8-in cəmini bizdən o da 11 eləyir. 68-ci sual. 68-ci sualı deməli, şifrələrə aid bir sualdır. Növbəti dəfə deməli, baxırıq. İlk rəqəmimiz 6, burada verib axırıncı rəqəm. Yəni, burada ilk rəqəmimiz, ilk hərfimiz T-dırsa, olmalıdır nə? Axırıncı hərfimiz. Burada məsələn D-da, Y-da və C-da onu biz silirik. Qaldı A ilə B. Sonra 5-dən 7, burada da 5-dən 7 eyni gəlib. Sonra baxırıq, buradan
3 verib 4-cü rəqəm. Burada da həmən 3-ü verib 6-cı. Deməli, bizim 4-cü hərfimiz növbətdə olmalıdır 6-cı hərf. Yəni, A hərfi olmalıdır 6-cı hərf. O da bizə uyğun gələcək A variantına. Burada baxırıq. Şalvar, köynək, palto, pencək, dəsmal. Deməli, bunlardan bir dənə dəsmal geyim vasitəsi deyil. Mercedes, Berlin, Hitler. Deməli, bunlar hər biri Almaniyaya aid atributlardır, belə deyim. Mercedes-də, Berlin-də, Hitler-də. 71-də. 71-də deyir ki, x kubu, y kubu və 3xy vurulsun x üzrə y ifadələri verilmişdir. Bu ifadələrə əsasən deyir ki, bu 189-u verir, bunun cavabı 189 eləyir və bunda cavabı 540 eləyir. İndi deyir ki, x, y cəmi neçədir? Biz bunlarını toplasaq, hər birini toplasaq, aydın məsələdir ki, x-dən y-in kublar cəmi, bu da 3x kvadrat y və üstə gələk 3xy kvadrat alınır. Bunları toplayanda, bax, bu düsturun açılış olacaq. X üstə gələk y-in kub düstur, elə. Bizdən zaten x plus y istəyir. İndi baxırıq, bunları topladıq. Hər birinin öz qiyməti var idi. 540-dan 189-un da cəmi bərabər idi 729-a. İndi buradan bizə məlumdur ki, nəyin kubu 729 eləyər? Təbii ki, 9-un kubu 729 eləyər. Deməli, x plus y-in cəmi eləyəcək bizdə nə? 9. 72-ci sualda. Deməli, 2-nin kubu üstə gələk 3, 11. 4-ün kubu 64, üstə şüşəli 67. 3-ün kubu 27, üstə şüşəli 30 və 6-ın kubu 216, üstə şüşəli 219. 73-75 tipi sualda deyir ki, deməli, olimpiyadaya qatılan K, Element, P və R ölkələrinin idmançılarının qazandıqları medalların növləri və qırdıqları rekordlar yuxarıdakı cədvəldə göstərilmişdir. K və P ölkələri eyni sayda bürünc medal qazanıblar. Eyni sayda bürünc medallar bir yuxarıda, bir birinci, bir də 6-cı ölkələrdə aid elə o. Və deyir ki, cəmi 10 medal alan L ölkəsinin gümüş medallarının sayı P-dən çoxdur. 10 dənə medal, bir dənə 4-də var. Bu oldu L. Onda bunun gümüş medalın sayı 2-dirsə, hansından çoxdur bir dənə? 6-dan çoxdur. O da oldu P. Bizdə demiş ki, K ilə P eyni sayda bürünc medal qazanmışdır. Aşağı P-dirsə 3, yuxarıdan olmalı onda birinci ölkə K. Sonra, idmançıları ən çox rekord quran ölkələrdən biri də R-dir. Rekordların sayına baxırıq, 2 dənə 3 var. Biri L-ə aiddir, deməli o biri də R-ə aiddir. Bilmədiyimiz dənə N-lə M qaldı burada, 2 ilə 5. Demək məlum deyil olardı. Və 73-cü sualı deyir ki, N ölkəsinin idmançılarının qazandığı qızıl medalların sayı K-dan çoxdur. N-in qızıl medalların sayı 3 də ola bilər, 2 də ola bilər. K-dan çox da ola bilər, bərabər də ola bilər. Bu dəqiq deyil. Ən çox bürünc medal qazanan ölkə M-dir. Bürünc medalların sayı qalanlar 4 ilə 7-dir. M bu da ola bilər, bu da ola bilər. Yenə dəqiq məlum deyil. R ilə N ölkələrinin gümüş medallarının ümumi cəmi 15-dir. R ilə N-in. Baxırıq. Ancaq bunların cəmi 15 eləyə bilər. Biz deyirik ki, yenə də 2-yə N də düşə bilər, M də düşə bilər. N ilə M ölkələrinin qazandıqları qızıl medalların sayı L ölkəsindən azdır. N ilə M-in qızıl medalların sayı 2 ilə 5-in, 3 ilə 3-in cəmi 5 eləyir və o da altdan kiçikdir. Bəli, cavab burada D variantı düzgün variant. 74-də deyir ki, hansı mütləq yanlışdır? İkinci ölkə N-dir. Ola da bilər, olmaya da bilər. M ölkəsinin aldığı gümüş medalların sayı N ölkəsinin qazandığından daha azdır. Məlum deyil. Ən az qızıl medal qazanan ölkələr M-lə K-dır. Ən az qızıl medal qazanan 2 ilə, yəni bu 1 ilə 5-ci ölkələrdir. 2 qızıl medalla. Lakin məlum deyil, K nə iləndir? M-ləndir, yoxsa N-ləndir? Məlum deyil o. K-nın qazandığı qızıl medallar M-dən azdır. Dəqiq məlum deyil. N-lə M idmançılarının rekordlarının sayı eyni deyil. Baxırıq. Bu da 2-dir. Bu da 2-dir. Eynidir. Deməli, səhvimiz nə oldu? Y variantı. 3 və 6 qızıl medal qazanan ölkələr birlikdə verilmiş ola bilər hansında? 3-dən 6. 2 ilə 4-cü ölkələrdir. O da ola bilər N-lə L, bir də M-lə L. N-L varmı? Yoxdur. Bəs M-L bəli var. C variantı. 76-cı sualda şərab, içki, maye. Şərab nədir? İçkidir. İçki nədir? Mayedir. İndi baxırıq buna uyğun gələn variant. Qadın insandır, insanda varlıqdır. Düzdür. Cavab variantı. O bilərə baxsaq, qadın qafiyə bənd deyil, səhifə vərəq deyil, monitor kompüter deyil, feil isim də deyil. Hər biri nitq səslidir.
78-də Rast, Təranə, Seycar, Şur və Cahagah. Bunlardan 4-ü muğam, bir dənə təranə musiqi janrına aiddir. 78-də deməli, baxırıq ilk sütuna, şifrələr sualdır. Şifrələrə aid bu tip suallar bu cür həll olunur. Deməli, ilk sütunda 3 dənə tərfi var. Baxırıq ilk rəqəmlərə. Hamısında 3 dənə 4 var, düzdür. İkinci rəqəmlərin hamısı ədir. Baxırıq hamısında ikinci rəqəmlər 6-dır. Burada üçüncü hərflər R-dir. 2 dənə R var. Baxırıq burada üçüncü hərf rəqəmlərdən 3 dənə 8 var. Səhvdir. 2 dənə 1 var. Ola bilər. 3 dənə 1 var. Səhvdir. Üçüncü sütunda burada ümumiyyətlə eyni rəqəm yoxdur. Qaldıq B ilə Y arasında. Burada da Y-də 2 dənə 8 verib. Bu da ola bilər. Amma bizim burada Y-ni səhv götürməmizdə səbəb nədir? Çünki bax burada 8 2 dənə ilə R-ə uyğun gəlir. Və 8-in birini də burada verib. Yəni R ilə başlayan bir cümlə söz göstərir burada. Baxanda görürük ki, burada R ilə başlayan söz yoxdur. Ona görə biz buradan Y-ni silirik. Cavab olacaq B variantı. 79-da riyazi əməllərə aid sualdır. Məsələn, bax biz burada bunun yerinə yaza bilərik bu ifadəni. Yəni nə? Bərabərdir. Bunu açaq yazaq indi. X kvadratı üstəgələk Y kvadratı üstəgələk 2xy. Asılışını yazdıq. 2xy. İndi bu ifadə 3xy keçdi, bu tərəf oldu nə? Mənfi 3xy və bunlar islah keçdilər. Qaldı nə? X operator Y bölək 2 bərabərdir. X kvadratı üstəgələk Y kvadratı və çıxılsın xy. Çünki 3 oradaydı, 2 də buradadır. Çıxanda qaldı xy. Və indi biz bu 3-dən 2-ni paf yerinə qoysaq, bu eləcək 4 üstəgələk 3-ün kvadrat 9, ya da 13 çıxaq. 2 ilə 3-ün hasılı, yəni 6-nı. Elədi mi 7? Deməli, bu nəyə bərabərdir bu? 7-yə bərabərdir. Xy bölünsün 2 bərabərdir 7. 2-ni vurduq 7-yə, elədi 14. Sonra 80-ci sualda. Biz variantlarla işləməyə çalışmalıyıq bu tip suallarda hər zaman. Necə? Məsələn, A, B, C və D, E variantlarından fərqli olanlar nədir? Məsələn, Y-də hər birində olub, bunda olmayan bir dənə budur, bax. Buna çıxdıq. A, B, C, D-dəndir. Bax, bu ifadə B-də yoxdur. Amma bu xətt B-də yoxdur, hamısında var amma. B-ni sildik. Sonra baxırıq A-ya. A-da bax, bu xətt yoxdur. Onun üçün A-nı sildik. Qaldıq C ilə D-nin arasında. C-nin də bax, bu ifadəyə görə çıxa bilərik. Yoxdur. Cavab oldu D variantı. Pas korroziya. Korroziya nədir? Paslanma prosesidir. Buxarlanma prosesi alışqanlıq deyil, kristallaşma təmizlənmə deyil, torpaqlaşma, torpaq dezinfeksiya daxili yoxdur. Şeh prosesi bəli, kondensasiyaya aiddir. B variantı. Həll də hər zaman töküntü deyil. 9 ilə 6-nın cəmi burada 15 eləyir və 5-dən 1 çıxanda eləyir 4. 8 ilə 5-in cəmi 13, 3-dən 1, 2. Bunların cəmi eləyir 11, 1-dən 1 çıxanda 0. 9 ilə 8-in cəmi 17 eləyir, 7-dən 1 çıxanda 6. 83-də də 8-dən 4 çıxırıq 4 və 84-ün özündən 4 çıxırıq 80. 8-dən 5 çıxırıq 3 çıxanda 82. 8-dən 7 1 çıxanda 86 və sonunda 8-dən 8 çıxanda 0. Bunlar 0 çıxanda elə özü qalır. 84-cü sual rebus aid bir sualdır. Baxırıq, bax bizə A-ya 3 verib. Niyə verib 3-ü? Çünki A-ya tərəf gələn 3 dənə nə var? Ox var. 1, 2 və 3. Bunlar A-ya gəlmiş. 3 dənə ox tapdıq buradan. B-yə gələnlərə baxsaq. 1, 2, 3 və 4. Gördüyümüz kimi B-yə 4 dənə ox gəlir və 4 yazıb bura. İndi baxırıq bura. K elementi istəyir. K-ya baxırıq. 1, 2, 3 və 4 dənə ox gəlir nəyə? K-ya.
Deməli, ona görə biz buradan D-ni və C-ni sildik. Baxırıq elə. Elə deməli 1, 2 və salam. Elə də 2 dənə ox gəlir. Biz buradan B-ni də sildik. İndi demə baxırıq. M-ə gələn oxların sayı 1, 2, 3, 4 və eyni zamanda bu da həmçinin gedir. Bax, M-ə. Oldu 5. Y variantı. 85-ci sualda. Bir cədvəllərə aid sualda biraz fərqli növ cədvəllərdəndir. Deməli, nə edirik? Bax, 5-dən 7-nin hasilini burada yazıb 35. 2-dən 6-nın hasili 12. 2-dən 8-nin hasili 16. 3-dən 5-in hasili 15. 4-dən 7-nin hasili 28. 7-dən 6-nın hasili isə 42 eləyir. Bizdən də elə bu B ilə C-nin hasilini istəyir. Yəni 8-i vururuq 2-yə, eləyəcək neçə? 16. Da belə. Baxırıq 86 və 88 tipli suallara. Deməli, hər zaman burada daha çox olana bir 1 versək, bu elə 4 elə. Buna 2 versək, bu eləcək 6. Buna da 3 versək, bu elə 9 elə. Bizdə hansı rəqəmlər qalır? Deməli, qaldı bizdə 5, 7 və 8. İndi baxırıq. Dedi ki, buna alt kvadrat demişik 3'ü. Qaldı bizdə 3 dənə rəqəm. 5, 7, 8. Gəlin 5'i verək bucağa. Elə də 13. Buranın belə bura olmasın. Gəlin buna da 8 verək. Neçə elə bu? 21 elə. 3 dənə 7'ni bura qoya bilərikmi? Böyle qoya bilərik. Elə də 21 bərabərdir 21'ə. Hamısını tapdıqmı? Tapdıq. Bizə nə istəyir 86'da? Bunu istəyir. O da 1'dir. Ağış bucaq. Bizdə nədir ağış bucaq? 5'dir. Və indi bu 88-ci suala deyir ki, artan sayını düzün. Biz bu ifadəyə tapmışıq 4. Qarış bucağa tapmışıq 6. Qara kvadrat tapmışıq 9. Ağ dairə oldu 8. Artma əsasından düzsək 1, 2, 4, bu və 3. O da B variantındadır. Yəni ən kiçikdən ən böyüyə doğru sağladıq. 89-90-cı suallarda avtobus dayanacağından getdiyiniz zaman ilk alt dayanacaqdakı məlumatlara əsasən minən və düşənlərə şahid olacaqsınız. Birinci dayanacaq 8 nəfər minir və 6-cı dayanacaq 9 nəfər düşür. Deyək ki, bu məlumatlara görə dayanacaqdan yola düşən, yəni indi öz dayanacağından yola düşdü. Neçə nəfər olsa, 4-cü dayanacaqdan sonra 26 nəfər olacaq. Gəlin hesablayaq. Bax, burada x idi, avtobus. Adam yox idi. Gəldi bura, oldu nə? X plus. Daha doğrusu adam yox idi, yox. X nəfər adam var, bilmirik yəni nə qədərdir. Birinci dayanacaqda oldu 8. X plus 8. İkinci dayanacaqda 6 nəfər mindi, 3 nəfər düşdü. Yəni, plus 3 gəldi, elə. Oldu nə? 8-in üstü 3, 11. X plus 11 oldu burada. Üçüncü dayanacaqda 5 nəfər minir, 4 nəfər düşür. Yəni 1 nəfər artır. Yəni x plus 12 olur. Sonra 4-cü dayanacaqda 7 nəfər düşdü. Bu oldu nə? X plus 5. Niyə? Çünki 13-dən 7 çıxdı, elədi 5. İndiyə ki, 4-cü dayanacaqdan sonra 26 nəfər olacaq. Yəni bu x plus 5-dən sonra olacaq 26 nəfər. Bu deməkdir ki, x plus 5 bərabərdir 26-ya, x bərabərdir 21-ə. 20 nəfər var idi deməli. Deyək bu məlumata görə dayanacağından 5 nəfərlə yola düşən avtobus 5 nəfərlə yola düşür. Bunları silək. Deməli, burada 5 nəfər var. Və deyək ki, 3-cü və 5-ci dayanacaqda dayanmış. 3-cü və 5-ci dayanacaqda dayanmayacaq. Yəni, bunları sildik. 5 nəfərlə gəldi. Burada 8 nəfər mindi, oldu 13. 5 üstə 8, əldə 13. Burada 6 nəfər mindi, 3 nəfər düşdü. Yəni, oldu 16. 3 nəfər artda, yəni 6 nəfər mindi, 3 nəfər düşdü. Və burada 7 nəfər düşür. Elədi 9. Axırıca 9 nəfər düşdü. Nə qaldı? 0. Yəni adam qalmadı avtobusda. 91-ci sualda.
verib bizə bir riyazi əməl sualı. A-dan 10A almaq üçün nə etməliyik? 10-a vurmalıyıq. Bəs B-dən 4B almaq üçün 4-ə vurmalıyıq. Eyni qaydayla buna gəlirik. Deməli, bax burada A-nı A əvəzləyib, B-ni də bu əvəzləyib. A kvadrat B əvəzləyib. Gəldi indi. 10-u vurduq A-ya, elədi 10A. Çıxaq indi. 4-ü vurduq nəyə? Buna. Bərabərdir nəyə? Nə verir bizə? 2A üstəgələk 8B. İndi buradan 2A keçdi bir tərəf oldu 8A. Bunu da bir tərəf keçəcək. Bu çıxaq idi, plus gəlmiş bura. Çıxaq. 8B olacaq bu tərəfdə. Çünki bərabərliyin digər tərəfinə keçəndə işarə dəyişir. 8B. Eyni qaydada bunu da digər tərəfə keçsək olacaq 4A kvadrat B. Bu da bax bu deməkdir. İndi bizə verilən A ilə B-ni gətirib burada yerinə qoysaq. 8 dəfə 8, 64, 8 dəfə 1, 8, cəmi eləcək 72. 72 bərabər nəyə? 4 A, B-yə. İndi bizdən tələb edir ki, A, B nəyə bərabər? Yəni 8-dən 1 nəyə bərabərdir? 70-in də 4-ə böləndə eləcək 18. Tapdıq buna 18. Sonra aşağıdakı sözləri xüsusidən ümumiyə doğru sıralayın. Xüsusidən, yəni ən kiçikdən ən böyüyə doğru gəlməliyik. Ən kiçik burada elementimiz nədir? Ən kiçik 5 deyil, 1 hecadır. Heca. Heca harada olur? Sözdə olur. Söz misrada. Misra bənddə. Bənd şeirdə, şeirdə kitabda. Da belə. 93-cü sual qeyri-aşkar sualıdır. Deməli, 20 və 32-dən 55 alır. Bunu toplayanda 55 verir, amma digərlərində yoğun gəlməyəcək. Toplayanda bu 70 eləməlidir, bu 80 verib. Bu zaman nə edirik? Rəqəmlərini toplayırıq. Bu elədir 5. Bu da elədir 5. Və bunlar nə edir? Birləşdirir, yazır 55. Bu 8. Bu da 8. Birləşdirib yazır 8. 5. 8. Elədir nə? 58. Burada da 13. 8 də burada elədir nə? 138. 94-cü sualda. Rebusa aid növbəti sual. Deməli, nə edirik? 11 ilə 15-in cəmi eləcək 26. Və 2 dəfə də 6 eləcək 12. Bunların cəmi eləcək 23. 2 dəfə də 3, 6. Gəldik bura. Bunların cəmi 18 eləyir. Bir dəfə 8, 8. Bunların cəmi 11 eləyir. Bir dəfə 1, 1. Bundan cəmi 8 eləyir. 8 eləyir öz yerini yazırıq. Bundan cəmi eləyir 9. 9-da yuxarı yazdıq. Və bizə nə istəyir? K element istəyir. Bundan hansını tap? 9 və 1 vur 8 olacaq 72. Sonra 95-ci sualda. Deyək ki, bizə Mars, dərs və part sözləri verilmişdir. Hər bir hərfə uyğun olaraq 1-dən 7-yə qədər nömrələnir. Və deyək ki, M hərfi nə 2, nə də 4 deyil, Ə hərfi isə 4 deyil. Uyğunluğu müəyyən edin deyir. Bura baxanda görürük ki, M hərfindən, Ə hərfindən və P hərfindən hərəsindən bir dənədir. Onda belə çıxır ki, bax, hər bir dairədə görürük ki, cəmi bir dənədə keçən, bir dənə dairədə olan nömrələr var. Bunlar 2, 4 və 6-dır. Ancaq cəmi bir dənə dairədə ibarətdirlər. Yəni 5 məsələn 2 dənə dairənin kəsişməsidir. 7 də onun kimi, 1 də onun kimi. 3 də hamısının kəsişməsidir. Amma 2, 4, 6 ancaq bir dairəyə aiddir. Baxırıq bura. M deyək ki, nə 2 deyil, nə 4 deyil. Deməli, onda M burada elə 6. Onda belə çıxır ki, Mars sözü budur. Mars. Sonra deyək ki, Ə 4 deyil. Ə onda 2-dir.
Tərs nolu oldu bura. Onda bura olacaq part. Belə çıxır ki, bu da P hərfidir onda. İndi baxırıq. P ilə, part ilə Mars sözlərinin hər ikisində olan hərf nədir? A hərfidir. Deməli, bu oldu 5 oldu A. Tərslə Marsın hər ikisində olan nədir? S hərfidir. 1 oldu S. Tərslə partın hər ikisində olan T-dir. 7 oldu T. İndi ki, M ilə T-ni tapın. M ilə T 6 ilə 7-dir. Baxırıq, B variantı yoxun gəlir. Sonra S ilə P. S1, P4. 1 ilə 4, C variantı. A ilə Ə. A bizdə olacaq 5, Ə olacaq 2. 5 ilə 2 də A variantı. Vəssalam. B, C, A. Bu da belə. Bu bizim A variantının testləri idi. B variantında harasa bir 10 dənə fərqli sual var. Gəlin onları da izah eləyək. Deməli, qaydaq əvvələ. Əvvəldən 51-ci sual. Bəli, bu. Deməli, burada arıcılıq sualıdır. 1, 3, 2-nin cəmi 6 eləyir. Üstə gələndə 138. 1, 3, 8-in cəmi 12 eləyir. Üstə gələndə 150. 1, 5, 0. Cəmi eləcək 6, eləcək 156. 106-nın cəmi 12 eləyəcək. Elədi neçə? 168 üstə gələndə. 168-in də cəmi 1, 6, 8-in cəmi elədi 15. Üzərinə gələndə eləcək 183. Yəni, Y variantı. 52-ci sualda tərs operator sualıdır. Biz həmişə demişik ki, məsələn, A ilə B-yə bir dənə X deyirik. B ilə A-ya Y deyib, həll edirik. X bərabərdir 2 vurulsun B. Yəni, 2 vurulsun B nədir bizdə? 1. Üstə gələk. 2 Y-ə çıxaq. 4AB, yəni 4 dəfə 7 vuraq 1, 28 eləyir o da. Buradan aydındır ki, 2Y çıxaq 26 alınır. Sonra, indi X-in Y-in yerini dəyişməliyik. Çünki buradan Y-ni tapmamışıq biz qiymətinləri. Yerlərini dəyişəndə də gördüyümüz kimi bu təkcə bulan yer dəyişmir. Eyni zamanda bax, bunların da yeri dəyişir. B olacaq 7, A olacaq 1. İndi 2-ni 7-yə vuranda eləyəcək bu 14. Üstə gələk. İndi Y-in yerinə 2X yazacaq. 2X çıxaq. Amma 28 dəyişmir. Çünki vuruqların yerini dəyişəndə hasil dəyişmir. Bu da bərabərdir nəyə? 2X çıxaq 14-ə. Niyə 14? Çünki 28 14 çıxanda 14 qalır. Deməli, tapdıq ki, X bərabərdir 2Y çıxaq 26. Y bərabərdir nəyə? 2X çıxaq 14-ə. Gətirib var, buradakı Y-in yerində bunu yazsaq. Yəni nəyə? 2X minus 14 yazaq. Gəlin. X bərabərdir 2 vurulsun Y-in yerinə. Buradakı Y-in yerinə gəlin bunu yazacağıq. 2X çıxaq 14. Çıxaq bir də 26 var orada. Buradan 4X çıxaq 2 dəfə 14, 28, mənfi 28-dən mənfi 26 də 54. Deməli, X bərabərdir 4X çıxaq 54-ə. 4X şəkil dəfə oldu mənfi 3X. Mənfi 4X, X-lə mənfi 4X verir bizə eləcə mənfi 3X-i. Mənfi 3X bərabər nəyə? Mənfi 54-ə, X də bərabərdir 18-ə. Bu da belə. Sonra bir də yuxarıda, bəli. Hərarət termometr. Termometr hərarət ölçür. Spidometr sürət ölçür. Dinamometr, bəli, çəkini ölçür. Çoxlar elə bir çəkinlə kütlə eyni şey, tərəzi ölçür, çəkini. Xeyr. Kütlə ayrı şey, tərəzi ayrı şeydir. Kütlə ayrı şeydir, çəki ayrı şeydir. Çəkinin dinamometr ölçür, qüvvədir yəni. Amma çəki kiloqramla ölçüldüyünə görə onu tərəzi ölçür. Ampermetr, bəli, cərəyan şiddətini ölçür. Amma transformator gərginliyi ölçmür. Gərginliyi ölçən nədir? Voltmetrdir. Cavab olacaq burada Y variantı. Sonra burada 60-cı sual. Bəli. Deyək ki, kiçik fiqurun bütün istiqamətlərdə fırlanmalı nəzərə alınmalıdır, lakin cüzgərçisi olmamalıdır. Cüzgərçisi nədir? Bunun tam tərsi. Yəni,
Yəni burası qara olan belə bir fiqur bizi nəzərə almamalıdır, yəni deyir. İndi baxırıq. Bax məsələn. Biz bax buradan bunu götürə bilərik. Aşağıdansa bunu. Bu bir düz gəldi. Bəli. İkincisi də yenə bax buradan. Bir də bu uyğun gəldimi? 2 dənə. İndi bundan tam tərsini götürək. Bunun tərsini yox, ha, bundan tərsini götürək. Bunları silək. 2 dənə oradan tapdıq. 2 dənə də bunlardır, bax. Bu 3, bu da 4. Cavab oldu 4. Daha sonra bir dənə burada belə bir qeyri-aşkar sualı var. 4 və 9-dan deyək ki 9 alın. Deməli, burada 4 dəfə 9 edir 36. 3-dən 6-nın cəmi edir 9. 3 dəfə 8 24 eləyir. 4-dən də 2-nin cəmi 6. 9 dəfə 6 54. 4-dən də 5-in cəmi 9 və 5 dəfə 2 eləyir 10. 0-dan da 1-in cəmi eləyəcək 1. Sonra baxaq. 84-cü suala baxmalıyıq. Bəli, 84-cü sual burada. Şifrələrə aid sualdır burada. Deməli, yenə bayaq baxdığımız kimi ilk sütunda 2 dənə K var. Burada isə 2 dənə 1 var. Deməli, K oldu nə? 1. Sonra harda K görsə, yerinə yazmalıyıq 1-i. Daha sonra İndi baxırıq ki, 3-cü rəqəm 1 olan cəmi bir dənə variantımız var. O da 2, 5, 1 və 7-dir. Buradan D-nin şifrəsini tapdıq 2. Və bizə tələb elədiyi nədir? Kadr sözdür. Kadrın da şifrəsini buradan tapmışıq da artıq. 1 var, 2 var. 1 ilə 2 olan bir dənə budur. 1, 3, 2, 4. Deyək ki, bunlar cəmlə. Bunların cəmləyəndə, alta toplayanda məsəl üçün 4 ilə 7-nin cəmi 1. Bunların cəmi 3 idi. Oldu. 1 ya da 4. Bunların cəmi 8. Bunların cəmi eləyəcək 2 ilə 1-in cəmi 3. İndi tapdığımız bu kod nəyin kodu? Gəlin ona baxaq. 3 bizdə nəyin koddur? A-nın. 8 bilmirik. Saxlayırıq hələ ki. 4 R-nın. 1 isə K-nın kodudur. İndi A axır hərfi R-K ilə bitən nə var bizdə? Bir dənə A variantında A R-K var. 85-ci sual fiqur cədvəllərinə aid bir sualdır. Deməli, bu tərəfdə bir əməliyyat, bu tərəfdə bir əməliyyat, bu üstündə də bir əməliyyat yerinə yetirilir. Burada 2 yazıb. 2 dənə nə var burada? Nöqtə var elə. 2 dənə nöqtəli kvadrat var. Yazdı 2-ni. Burada nə qədərdir o? 3 dənə. Burada nə qədərdir? Bir dənə yazıb onu. Burada 3 verib. 3 nədir burada? Qara kvadratların sayı. Burada nə qədərdir? 5. Yazıb 5-i. Burada nə qədərdir? 4 dənə. İndi baxırıq buna. 3-cü sütunda bura 1 verib. Niyə 1 verir? Bir dənə boş, sadə kvadrat götürür. Ağ yəni. Burada 4 verir. Baxırıq ki 1, 2, 3, 4 dənədir. Bəli, 4 dənə ağ kvadrat var. Burada nə qədərdir o? 1, 2, 3, 4 dənə də ağ kvadrat burada var. Deməli, 3, 4, 4 cavab olacaq bizdə Y variantı. Sonra mətn sualları var burada. Deməli, deyir ki, K element PR kodlu 6 nəfər İngilis, yazaq İngilis, Alman, Rus və Çin dillərində danışırlar. Hər dil üzrə ən azı bir nəfər gedir kursa. 2 nəfər ingiliscə danışır. Yazdıq ingiliscə altına 2 dənə nöqtəni. Çin dili öyrənir. Yazdıq Çinin altına bir dənə
L-lə N-də eyni dil öyrənirlər. Lakin bu ingilis dili deyil. Deməli, N-lə L eyni dili bilirlər. Alt atomadır bunlar. M-in öyrəndiyi dildə başqa heç kim təhsil almır. Bu dil ya alman dili, ya da ki, rus dili. Bizim 2 dənə şərtimiz olacaq. M-i buraya yazsaq, onda N-lə L bura düşəcək. Çünki deyək, bunlar ingilis dili deyirlər. Və bunların yeri hər zaman dəqiq deyil. Yəni, bunlar nə edə bilərlər? Dəyişə bilərlər yerlərini. Bir dənə qaldı nə ingilis dilinə? P ilə K. Yazdıq bunda belə. Dedi ki, bax, M-lə N-l yerlərini dəyişə bilərlər. Çünki dəqiq deyil. Burada dəqiq məlumat vermir bu barədə. Biz dedik ki, hansı mütləq səhvdir? P ingilis dili kursuna gedir. Baxırıq P-yə düzdür. L rus dilinə gedir. L rus dilinə gedə də bilər, alman dilinə də gedə bilər. Yəni, dəqiq deyil. K alman dilinə gedir. Bu da onun kimi. A, yox, K ingilis dilinə gedir. Deməli, bu cavab olacaq nə? C variant. Çünki K alman dilinə yox, ingilis dilinə gedir. 87 deyir ki, dəqiq müəyyən edilə bilər deyir. Dəqiq tapa bilərik deyir. Alman və ingilis dili kursuna 2 nəfər gedir. Alman və ingilis dili kursuna 2 nəfər gedir. Ola da bilər, olmaya da bilər. İngilis dəqiq 2 nəfərdir, amma alman dəqiq deyil 2 nəfər olduğu. M alman dilinə gedir. Yəni, ola da bilər, olmaya da bilər. Çin dili kursuna 1 nəfər gedir. Bəli, bu düzdür. Çin dilinə cəmi 1 nəfər gedir. O da R-dir. Və deyir ki, hansı cütlük eyni dili öyrənir? Biri MN idi, doğrusu NL. Bir də P ilə K idi. Biri ingilis dilini öyrənirdi, bir də ya alman ya da rus dilini öyrənirdi. Bizdən hansı verib burada? P ilə K-nı verib, cavab olacaq A variantı. Sonra. Bir də 94-cü sual var. Burada da deməli, aparat nədir? Məsələn, mikroskop aparatdır. Anagram sualdır. Driver proqramdır. Uran maddədir. Neptun heç birinə aid deyil. BIOS isə proqrama aid. Deməli, 1A, 2B, 3C. Və B variantının suallarına baxdıq. Fərqli olan suallarına baxdıq daha doğrusu. Növbəti sınaqlarda və növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.